varıp kokulu o yollar, o yollar. Seni besneva qaytarar, qaytarar. Senden teselli bir zabit mundiri, bir cüt ulduzlu aylı pagonlar. Senden teselli bir zabit mundiri, bir cüt ulduzlu aylı pagonlar. Ay ver mənə Cənab Leytinant, ruhları şad olsun. Bir daha da rəhbərliyi adlarına, ictimaiyyət adlarına təşəkkürümüzü bildirdik və burada xüsusi qeyd etmək istəyirik ki, bizim rayonumuzda olan məktəblərin hər birində cəmaati olaraq vətənpərvərlik dərsləri keçirilir və hər bir şəhidimizin belə deyək, həyat vəzifəsi, həyatında baş verənlər və geniş ətraflı şagirdlər tərəfindən nümayiş olunur və biz də özümüzə borc bilirik ki, bu tədbirlərdə gəlib yaxından iştirak edək, şəhidlərimizin arınız qoyulur. Bir daha hər-birinizə təşəkkür edirəm və şəhidlərimizə qovuşar olsun. Çox sağ olun. Demək olar ki, biz 4 qardaşıydık, balaca qardaşıydık. Elşadın 4 yaşından demək olar ki, mənim yanımda olub. Elə Olar ki, məni oradan bura gəlin, təcili aparıb, mənim vətənimdə döyüş gedirsə, mən burada qala bilmərəm. Mən gedib öz vətənimdə xidmət etməliyəm. Yəni, Elşad az yaş olsa da çox böyük ürəyi var idi, çox böyük şücaətləri var idi. Sarışın bir Türk oğluydu. Elşad bu Elşad idi. Bugün onun haqqında danışmaq dəyərlərim çox ağır olsa da təkcə onu deyirəm. Əzizim Lala dağı, bürüyüb Lala dağı. Bilirsiniz ay anam, ən ağırdı Bala dağı. Əzizim o qardaş, o dağdan bu dağa qardaş. Ali Baş Komandanımızın sayəsində bugün ölkəmiz bütövləşib. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçədəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycan